Sen mütləq gəlməlisin. Gel. Dostlar, hər birinizi salamlayıram. Baxırsınız, dəyərləndirirsiniz. Çox sağ olun, minnətdarlığımı bildirin. Bugünün inşallah deməli hazırlamaq istədiyim tez başa gələn və dadlı olan deməli bu çöl quşlarından qaşqaldaqdır da bu əsasən. Qaşqaldaqdan deməli bir tabaka hazırlayacağıq. O da yerimiz mənim həqiqətən super olur. Bir də kartoşka ilə qızartma hazırlayacağıq. Deməli o birincidən qızartma tabaka deməli açılır, bir balaca dögürük onu ət döyənlə, duzunu üst yotunu vururuq, qoyuruq tavada. Üstünə bir ağır dəmir, orada artıq bir 20 dəqiqə, yarım saata pişir. Ona deməli duz üst yotdan başqa heç bir şey qatmırıq. Sonra deməli bir də pişirəcəyik, deməli bu qazanda ki, deməli birincidən qaynadacağıq. Deməli 1 saat 20 dəqiqə qaynasa bəs eləyər. Onun da əsasən tərkibinə vuracağıq, deməli duz, üstü yot, soğan, markov, yəni kök əlavə edəcəyik. Bir də zövqə görə sərімsaq əlavə edəcəyik. O da 1 saat qaynayacaq. Ondan sonra uje pişir. O da xatırladım ki, bunlar yuyulublar, yəni ki, tam təmiz. Bunun qızartmada məsləhətdir ki, bu qabırğası ki var, bunun bu iç sümüyü, bunu çıxardırsınız. Bunlar yoxsa yemək yeyəndə biraz çox nişat edir. 4 kusok böyle qəşəng kusoklar çıxır. Atırıq, bunlar qaynadacağıq. Qızartma üçün qoyduq. Bunu da deməli kesib biraz dögəcəyik. Duzunu üst yotunu vuracaq tabaka üçün. Buna da tabaka. Bunu dögəndə elə döymək lazımdır ki, sümükləri vurub sındırmaq olmaz. Toyuqda başqadır, qaşqaldaqda sındıranda qalır dişin arasında. Günah. Lan neymiş? Ulan get sütüydü. Şunu yapmıyor ya. Babacığım da tamam boğazına.
Gəl. Atarım. Çay. Gəl. Gəl bura. Bak. Yer üzmə. Bu ləzzətli pişir. Buna da yağ əlavə eləməyəcəyik ya. Bunu hələ bu öz suyundan biraz qəşəng qızaracaq burada. Çox yox, bir az əlavə eləsək, pişir qızarmağına görə. Bunu soymaq da olar, soymayanda da bir əla olur. O cürünə də yaxşıdır. Qəşəngdən şoxqalayıb yoğurursunuz onu. Bu hərdən yazırlar oradakı əlcək salmadım, neysə eləmədim, belə bir şeylər. Bunu indi mən restoran üçün pişirməm. Yəni şəxsi özüm üçün hazırlayıram deyə onun üçün mən əlcəkdən burada çox vaxt istifadə eləmirəm. Yəni indi əl təmiz, su burada yuğuram eləyirəm də o cürünə. Gəlsin, indi elə bir şey olarsa, onda irad bildirmək yaxşı olar. Amma indi elə də, yəni evdə işləyəndə ehtiyac olmayacaq. Bax, yerimiz mi bax. Bu cürünə qəşəng tutma kimi qızarır. Rolun ləzzətli. Hərdən belə bir dənə tərk etmək lazımdır ki, otursun yerinə. Bir balaca da bu sundan yenə də əlavə edirik bura. Çox yox abi, bir az. Ki belə biraz çörək vaxtı yeyilməli olsun. Öz lehimdə pişsin. Qapağını qoyuruq, bir dənə tərk edirik. Bir 10 dəqiqəyə can qalır burada. Gözüm, bu hazır. Burada biraz su əlavə edirik. Tabakanın altı üçün. Bir az. Bunu qoyuruq burada qəşəng. Burada da bizim quruzumuz var. Bunu qoyuruq üstünə. Balaca tərk edirik ki. 20 dəqiqə, yarım saata da o hazır. Bax. Biraz gözəl iyi gəlir, yeyirik. Yer üzmə. Ben nefes al.
bir söz var, deyib pülə kimi ya belənin içində də, yəni çox yumşaq, rahat, o cürünə pişib yer biz tam. Rəhmətli babamın bir dənə sözü vardı ki, ət belə pişəndə deyər, kişmiş kimi pişib, o belənin içində ləzzətli ya. Yeriniz məmnunuzdur. Siz də baxın, abunə olun, like eləyin, yeni fikirlərimiz gələcək inşallah. İndi nəsə bir sualınız yarananda Ziya Baku Instagram səhifəsi, TikTok səhifəsi, hamı Ziya Bakudadır. Orada suallarınızı cavablandıra bilərəm səslə də, daha bildiklərimdən. Şirniyyat sevənlər, müəyyən salat sevənlər əgər istəyərsinizsə, Xanım Mətbəxdə kanalına da abunə ola bilərsiniz. Orada da biri-birindən artıq maraqlı videolarımız var. Görüşərik inşallah.